Hey gözəl insan, salam, hər vaxtınız xeyirli olsun. Deməli, çox dərindən getməyəcəm, burada yazılanları bir də oxuyan deyiləm. Okay, ilk dərsimizdir. İlk dərsimiz listeningdən danışaq. Listening 6 sual düşür 11-lərə. Buraxılış imtahanında 3-ü qapalı, 3-ü açıq. 9-lara da 4 sual düşür. 4-cü sual true false gedir. 4 dənə yenə orada variant var. Yəni 1, 2, 3, 4. Hərəsində də AB, AB, ya true ya da false, ya düz ya da yanlış cavabı seçirik. Belə. Hər iki suallıdan, yəni hər iki, həm 9, həm 11-lərdən dinləmə mətnin ilkin sualı budur. Mətnə ad verək. Söhbət nədən gedir? Okay? Deməli, adətən indi aşağıdan yuxarıya gedəcəm. Adətən an, van olan variantlar düz çıxır. Adətən düz çıxır. Niyə? Digər variantlarda an, van yoxdur. Buna odaqlanırıq. Amma bu da çox özünü doğrultmur. Niyə? İzah edəcəm. Məsələn, burada bu sualda bir variantda ilə başlayıb ya da vanla başlasın. Böyük ehtimal bu düz çıxacaq. Amma bəzən özünü doğrultmur. Çünki burada, məsələn, bu sualda 2 dənə variantımızda ilə, ənlə və ya vanla başlayan variant var. Burada isə ümumiyyətlə yoxdur. Onda biz nə edək? Ən yaxşı üsul. Nə gözəl insanlar? Digər suallara baxaq. Gəl əvvəlcə nə edək? Deyək ki, mətndə söhbət nədən gedir? Evsiz heyvanlar üçün yerlər, istənməyən heyvanlar üçün yeni ailələr, ABŞ-dakı ilk sığınacaqlar, artıq biz bilmirik bu nə sığınacaqdır, bomba sığınacaqdır, metro sığınacaqdır, insan üçün, heyvan üçün biz bilmirik. Onda biz variantlara, aşağıdakı suallara girib biləcəyik. Xəstə heyvanlar üçün xüsusi müalicə və heyvan sığınacaqlarındakı könüllülər. Allah Allah. Bunları axtaraq. Mən digər suallara baxanda gözümə ən çox sataşan söz shelter, shelters ya da bununla bağlı sözlər olacaq. Okay? Belə. Demək, söhbət əsasən nədən gedir? Shelterdan ya da sheltersdan. Mən bunun yanında animal sözləri də görürəm. Deməli, məntiqlə bu shelterlar nəyə aiddir? İnsana yoxsa animallara? Demək ki, animallara aiddir. Okay? Yəni, volunteersdən söhbət getmir, treatmentdən söhbət getmir, familiesdən söhbət getmir. Uzağı ayla C arasına qalarsan. Amma bu animal shelter olduğuna görə C də məntiqsizdir. Çünki ABŞ-dakı ilk yaradılan shelterlardan gedir söhbət. İndi burada iki şeyə fikir verək. Bir, mən istəyirəm ki, qulaq asım dinləyim. Qulaq asıb dinləmək istəyirsənsə, bu sualın cavabı adətən dinləmənin ilk cümləsi ya da ilk cümlələrində gizlənir. Ora diqqətlə qulaq asın. Yox, mən qulaq asmadan yazmaq istəyirəmsə, buyur, bu dediyimi tətbiq elə. İndi topludan biz suallara da baxacaq. Həm 9-lar, həm 11-lər üçün. Görək, mən deyən öz effektini verir, yoxsa yox. Növbəti dərslərdə digər suallarda tək-tək işləyib, hamısına video çəkəcəyik. Bura qədər hər şey aydındır. İndi gözəl insanlar. Burada bir məsələ var. Tamam mı? Söhbət Cəlil Məmmədquluzadədən gedirsə, direkt cavabda Cəlil Məmmədquluzadə çıxmayacaq. Çünki bu çox bəsit olardı. Bunu tapmaq çox asan olardı. Söhbət Cəlil Məmmədquluzadədən gedirsə, onun parafrazı düzgün cavabda olacaq. Yəni, Cəlil Məmmədquluzadənin əvəzinə biz nə verə bilərik? Onu daha doğru hansı sözlə, fikirlə əvəzləyək? Azərbaycan görkəmli yazıcısı, görkəmli dramaturqlarımızdan biri, Molla Nəsrəddinin banisi və s. Biz tuturuq ki, söhbət Cəlil Məmmədquluzadədən gedir. Yəni, mətnə əsasən deyirəm. Sözümün canı odur ki, burada sheltersdan söhbət gedirsə və sheltersin əvəzinə mənə hansısa bir fikir, variant, söz veribsə, deməli, shelters olan variantı yox, sheltersin əvəzinə istifadə olunan parafrazı seçməliyim. Anlatabildim nə demək istəyirəm? Cəlil Məmmədquluzadə olan cavablar avtomatik səhv çıxacaq. Bu məntiqidir, bu sadə bir şeydir. Görkəmli yazıcımızdan gedir söhbət. Yox, əgər Cəlil Məmmədquluzadənin adı var. Amma Cəlil Məmmədquluzadənin parafrazı yoxdursa, tamam mı? Onda Cəlil Məmmədquluzadənin elə adına odaqlanmalıyam. Məsələn, bu suala gəl baxaq. 2-ci, 3-cü, 4-cü, 5-ci sualına baxıram. Görürəm ki, Bangalore Palace'dan gedir. Demək ki, söhbət bundan gedir. Amma bu bayaqçı kimi tətbiq eləyə bilmirəm.
Çünki banqalor normalda olan variantı gərək mən səhv çıxardım. Yəni Cəlal Məmmədquluzadə olan variantları səhv çıxartdım. Yerə qala BC-dir. Amma burada mən Bungalow Palace-ı əvəzləyən bir variant görmürəm. Çünki B-də deyir ki, style'dan söhbət gedir. Tudor və Şotland gotik janrı, stili. Londonun Windsor Castle-ı, qalası. Fərqli turist məntəqələr. Bunların heç birinə Palace sözünü əvəzləmədi, nə də Bungalow Palace-ı əvəzləmədi. Və yerdə nə deyir? Bangalorda keçirilən mədəni tədbir. Bu da əvəzləmədi. Onda mən elə A-nı seçməliyəm. Bangalordakı kral nəyi? Palace, sarayı. Demək, söhbət bundan gedir. İndi daha yaxşı anlamaq üçün biz hazır topludakı suallara girək, sürətli şəkildə cavabları tapaq. Əvvəlcə 11-lərin mətnlərinə baxmaq istəyirəm. Bu oxu mətnidir. Dinləmə mətninə odaqlanaq gözəl insanlar. Məsələn, bu nədir? 19. Gəl əvvəlcə EN olan variantlara baxaq. Məsələn, var burada. E ilə başlayan bir dənə variant var. Böyük ehtimal, amma cavab çıxmır. Çünki nə deyir? A-da deyir ki, hot air balloon trips, balon səyahətləri, yəni şarlar. O havada uçan şarlar nə deyirlər ona? Attractive tourist destination, burada churches'dən, burada underground cities'dən cəmlədir. Burada da local activity'dən gedir. Buna odaqlanıram, amma ən yaxşı olan nədir? Mən sonda dediyim məsələ. Variantlarda bir-bir axtarmaq. Kapadokyadan söhbət gedir. Kapadokya, nə bilim, yenə Kapadokya. Demək, söhbət Kapadokyadan gedir. Tamam mı? Yerdə Kapadokyada yerli aktivitədən danışır. Bir dənə yerdən danışır da Kapadokyadan danışır. Ya da Kapadokya deyək. Amma D-də şəhərlərdən danışır, yəni cəmdən. C-də də cəmdən danışır, kilsələrdən. A-da triplərdən danışır, səyahətlərdən. B-də cəlb edici, yəni qəşəng, gözəl, möhtəşəm turist məntəqəsi. Yəni nə? Kapadokya. Deməli, söhbət budur. Yəni, bu da EN Van'a odaqlanmaqdansa, ki, bunu da müəllimlər deyir, söhbət ondan gedmir, ona görə onu vermişəm. Mənim ən çox tətbiq elədiyim məsələ budur. Digər suallardan cavabları tapmaq. Gözəl insanlar, gəlin 25-ci suala baxaq. Burada gözümə E artiklı sataşdı. Bu ola bilər cavab. Amma yenə də dediyimiz kimi çıxmaya da bilər. Hər ehtimal baxaq. Söhbət nədən gedir? Singapur görürəm. Demək, söhbət Singapurdan gedir. Mən də variantlara baxam ki, Singapurun əvəzinə onu parafraz eləyən neçənci mətndə bu? 25. Parafraz eləyən nəsə bir şey veribmi? Bu da yəni tək isim ya da tək bir söz əvəzləmədi onu. Bu da deyir ki, fərqli inkişaf etməkdə olan nationslar, millətlər, xalqlar. Bunu verməyəcəm. Çiçəklənən firavan ölkə ola bilər. Milli simvollar, əlaqəsi yoxdur. Binalar üçün hündürlük limiti, heç əlaqəsi yoxdur. Və Singapur olan sözlərdə o zaman çıxaq. Çünki bu oxşadı nəyə? Cəlal Məmmədquluzadəyə. Əgər Singapurun əvəzinə parafraz verilibsə, deməli Singapur olan variantlar səhvdir. Ki, cavabda nə olacaq? Bu olacaq. Onu da özünüz də yoxlaya bilərsiniz ki, mən də buradan yoxlamaya çalışacağım. Neçə idi? 25. Birinci cavab, birinci testin cavabı B oldu. Biraz da qabağa gedək. Görək nə var burada. Gəl məsələn buna baxaq. Nədir bu? Bu da E ilə başlayan heç nə yoxdur. 30-cu suala baxaq. Rafaelin çəkdiyi şəkillər. Söhbət bəlli oldu. Mirror'lar görürəm burada. Məşhur güzgü kollektorları, Mirror'ın tarixi ki, böyük ehtimal bu çıxacaq. Mirror'ın formaları, Mirror'ın bəzəkləri. Mirror'dan gedir. Kral Henry 8 var. Romalılar var, fikir verin, diqqətli olun. Mirror var. Yenə də mirror var. Qədim mirrorlar var, yəni güzgülər və s. və ilə axır. Burada nə başa və nowadays var, indi. Bax, bu indiki zaman. Bu orta əsrlər. Bu da qədim eradan əvvəl deyək.
2000 il əvvəl olsun. Fərq yoxdur. Tarixi əks elətdir də bu. Demək, söhbət nədən gedir? Mirror'ın tarixindən gedir. Buna artıq baxmağıma ehtiyac yoxdur. Vaxt gedir çünki. 33. Bunu biz orada praktik olaraq vermişdik. Cavabına baxaq. 34. The Visitors Botanik bağının qonaqları. Flower showda göstərilən bitkilər ya da güllər. Banqalarda yerləşən qırmızı bağ böyük ehtimal budur. Banqalarda nədir? Flower show keçirilən gül şousu bu da ola bilər. Gələn turistlərin sayı heç əlaqəsi yoxdur. Bir turistin sayı kimi nə lazım? Yəni bunu çıxaq. Visitorlarda çıxaq. Çünki buna biz seçəndə ümumi bir başlıq seçir, ümumi bir ideya seçir. Yəni hər hansı bir detala odaqlanmırıq. BCD arasında qalaq. Gəl baxaq. Botanik bağı var. Botanik bağı var. Lal bağ. Bu bizimkidir. Mən də bilirəm Bangalore yazım. Nəsə. Bəlkə də bizimki deyil, nə bilim. Botanik garden var. Yenə. Sonra yenə lal bağı. Başqa nə var? Botanik garden var. Yenə botanik garden var. Botanik garden var. Lal bağ. Botanik garden. Deməli, onda belə çıxır ki, söhbət elə botanik gardendan gedir. The Red Garden located in Bangalore. Yəqin bu olacaq. Mən bilmədim. Lal bağı bizimli yoxsa bunların, mən anlamadım. Hər nəysə, bizdə Bangalore adlı söz də yoxdur. Bilmirəm. Yəni botanik gardenı əvəzləyən nə söz ola bilər? Qırmızı bağ. Qırmızı da deyəni yəqin gülləri nəzərdə tutacaq. Hər il keçirilən gül şousu məntiqsiz oldu. Gül şousunda keçirilən güllər, yəni göstərilən güllər məntiqsizdir. Onda cavab bu olacaq. Çünki lal bağından gedir. Bu da botanik bir bağçadır. Bağda deyək. Okay. Bunda əvəzə nə verə bilər? Red Garden. Bu da mənə maraqlı gəldi. Bunu yoxlamaq olar. Yenə botanik gardendan gedir. Gəl bunu da yoxlayaq. Flower show'unu zaten bir dənə görürük burada. Qeyri-adi bir şey deyil. Gəl bunu yoxlayaq. Neçədir bu? 34. Bəli, cavab burada C variantı imiş, düz demişik. Gəl buna da baxaq. Bu nədir? 36. E ilə başlayan 2 variantımız var. Demək ki, bunlar çıxa da bilər, çıxmaya da bilər. Artıq mən bu suallara baxan kimi mən anladım ki, cavab E variantından gedir. Niyə? Çünki digər variantlarda mən tea, hətta afternoon tea sözünü daha çox görmüş oluram. Gözəl insanlar. Okay. Çaydan gedir söhbət. Sizə çayın nə? Yoxlayaq. İngiltərədəki həyat tərzi Duchess of Bedford'un Duchess'ı, çörək yeməyin yeni üsulu tərzi, Coffee House'un deyir sahibi, İngiltərədə çayın tarixi, Tea has a short story, gözü buradan tutmalıdır, History of Tea və salam. Burada da cavab E variantıdır. Neçənci sualda 36. Buna da odaqlanaq. Bir dənə baxaq görək. Tabi də saxlamıram. Bir E variantı, cavab E variantı. İndi gedək 9-cu siniflərə. 9-larda da bir 80 plus listening var. Biz random olaraq birini seçək. Burada nədir? Vay. Okay, burada başlıq yoxdur. Burada var. Tax discounts, endirimlər vermək, yəni nəysə. Wage-nə əlaqəsi yoxdur. How to repair, elektrik maşını necə təmir etmək. Benzin işləyən maşınların tarixi. Təbiəti qorumağın yolları. Cavab yer variantı və salam, söhbət bağlandı. Gördünüz? Heç nəyə baxmadım. Çünki digər variantlarda, digər suallarda mən elektrik karlar görürəm. Hökumət nə bilim fayda verir. Electric car deyir, rise deyir. Electric car deyir. Battery power deyir. Electric cars deyir. Environment deyir. Məntiqlə nə olacaq? Elektrik maşınlardan istifadənin faydaları. Neçənci sualdır bu? 46. Buna da baxarıq. Bu nədir? Vacib deyir ixtiralar. Məşhur tanınmış alim. Filan kəsin ixtiraları. Günəş enerjisinin avantajları. Yenilənən enerji növləri.
Filan kəsdən danışır, o belə elədi, o elə elədi. Elektriki olmayanlara nəmli nədir? Renewable source yazıb burada. Inventionlar görə nə alıb? Yenə filan kəsdən danışır. Invent eləyib, electricity sözü var, electricity sözü var. Invention sözü var, yəni ən çox işlənən sözləri deyirəm. Yenə bu xanımdan danışır. Solar energy görürəm burada, energy görürəm. Okay. Gəl odaqlanaq yenə başdan baxaq. Electricity sözü burada da var. Enerji sözü burada da var. Deməli, significant inventions, vacib ixtiralar, məşhur alim, filan kəsin ixtiraları. Əgər inventiondan söhbət gedirsə, vacib ixtiralar. Ona tək bir adamın ixtiralarından danışası deyil. Burada söhbət Maria Telkis'dən gedir. Okay? Onda variantı məntiqsiz. Maria Telkis'in inventionlarından gedirsə söhbət, fərqli inventionlar olmalıdır. Burada mən sırf elektrisityaya aid bir şey görürəm. Deməli, bu da məntiqsizdir. Günəş enerjisinin avantajlarından danışsa, niyə daha çox Maria Telkis'dən falan, elektrikdən, oradan buradan danışır? Bir də yenilənən enerji növlərindən danışsa, niyə ancaq bu xanımdan danışır? Onda böyük ehtimal cavabı da nə olacaq? B variantı, amma yoxlamağa dəyər. Burada nə variantı oldu? 46'da nə yazmışdıq? Y variantı yazmışdıq. 45'də birinci sualın cavabı B'dir. 46'da üçüncü sualın cavabı E'dir. Bəli, gözəl insanlar. Hər iki sualın cavabı eynidir. Özünüzdə baxa bilərsiniz. Buna da baxaq. Yox, biraz qabağa gedək ki, fərqli olsun. Dostlar, gəlin bir dənə də baxaq. Bu nədir? Okay, neçənci mətin 71-72'yə də baxaq. Nə deyir burada? Buna biraz combuldur. Fun stories for children, way of having good mood, the effects of cartoons on children, violence promoted in cartoon ways of... Hər nəysə, deyə gülməli hekayələr uşaqlar üçün, yaxşı hal-əhval olmağın yolları, karton, yəni cizgi filmlə uşaqlar üzərindəki effektləri, yəqin ki, bu ola bilmirəm. Kartonlardakı təşviq edilən violence, yəni şiddət, uşaqların təxəyyülünü inkişaf elətdirmək yolları. Digər suallara baxaq, görək bizə nə deyir? Kartonlar necə uşaqlar üçün təhlükəli ola bilər? Aha. Sonra rəngli dünyalar, yaradıcı xarakterlər, obrazlar, deməli, yaxşı şeydən də danışır. Pis şeydən də danışır. Kartonlara baxmaq falan filan, yenə kartonlar deyir, yaxşıdır. Fərq var burada, yenə karton var, fighting var. Deməli, mən buradan belə başa düşürəm ki, yəni həm yaxşı şeydən danışır, həm pis şeydən danışır. Okay? Onda belə çıxır ki, kartonların uşaqlar üzərində olan nəyi? Təsirləri. Buna odaqlanarıq, görək cavabımız düz çıxacaq, yoxsa yox. 71-ci test. Bu tərəfdə nədən danışır? What's a passage mail about? Human psychology, effects of money, raises of stress, ways of feeling happy, best ways of investment. Deməli, insan psixologiyası və emosiyaları, pulun insanlar üzərindəki təsirləri, yəqin burada da bu olar, bilmirəm, stres və narahatlığın səbəbləri, ki, reason həmişə forla işlənir, bu artıq Dövlət İmtahan Mərkəzinin toplularında neçənci, yəni səhvdir ki, reasonu ofla verirlər. Cause of'dur, reason for. Xoşbəxt olmağın ya da sevinməyin yolları, investisiyanın ən yaxşı yolu. Burada deyir, shopping var, spending money var, saving, yəni money'dən gedir, spending var, investment knowledge və spending too much var. Başqa görək. Burada shopping var, yəni spending var, yəni pulu xərcləmək, shoppingdə də xərcləyərsən, neynəyəcəksən? Money var, başqa yəni saving var, financial decisions var, money var, financial well-being var. Okay. İndi mənim bu şəxsi fikrimdir. Psixologiya, emosiya əlaqəsi pulla nə əlaqəsi olacaq? Eyni şey. Feeling or happy olmaq istəyirsənsə, feeling happy olmaq istəyirsənsə, illa niyə gedib pul xərcləyəcəksən ya da pulu save edəcəksən, məntiqsizdir. Demək, pulun insanlar üzərindəki yəqin ki, effektindən danışır. Bir də investisiya eləmək ən yaxşı yolları deyirsə ki, bu gedib shopping eləmək investisiya sayılmır.
Mənə elə gəlir. Gəl yoxlayaq. 71, 72, 71'ə C dedim, 72'yə B dedim. Bəli, gözəl insanlar, hər iki cavab da nədir? Düzdür. Yəni, uzun sözün qısası. Tamam mı? Uzun sözün qısası. Listening, yəni həmişə bu deyil. Yəni listening-i inkişaf elətdirmək istəyirsə, bu indi belə deyək də, yəni vaxta qənaət eləmək üçün, tez bazar cavab tapmaq üçün istifadə elədiyimiz trüklardır, belə deyək, metodlardır. Amma listening-i inkişaf elətdirmək istəyirsə, birinci söz bazanız olmalıdır. İkinci sözlərin tələffüzünü, düzgün tələffüzünü bilməlisiniz ki, eşitdəndə biləsiniz hansı sözdür. Mənasını da bilirsinizsə, o söz artıq beyninizdə bir fikir olaraq formalaşır. Qrammatikanız yerində olmalıdır. Cümlə quruluşudur, zamanlardır, məchul növdür, modallardır. Çünki bunlar da orada istifadə olunur. 3. Bol praktik eləmək lazım. Çünki bu qayda deyil, bu bir vərdişdir. Bu formalaşmalı. Onun üçün eyni şeyə dəfələrlə qulaq asmaq lazım. Eyni şeyə dəfələrlə qulaq asmaq lazım. Söz bazasını bilirsən, okey götürdür, tələffüzü bilirsən və eyni şeyə qulaq asmalısan ki, bu otursun beynində, okey? 5 və 6 məntiq və diqqət deyərdim. Məntiq və diqqət. Fikrin Arda Gülərdədir, Fənərbağçadadır, Qalatasaraydadır, Osimhendədirsə, sən orada hansısa bir hissəni qaçırdın, cavabı tapa bilməyəcəksən. Tamam mı? Məntiq də ona görə deyəm ki, çünki mənim indiyə qədər bu tapdıqlarım əksəriyyətini məntiqi yanaşdım. Təbii ki, söz baza falan, dünya görüşü, bu rol oynayacaq. Anlatabildim? Söz bazası yerində falan, hər şey yerindədirsə, İç cümlələr odaqlananda zaten bu tip sualın, yəni söhbət nədən gedin cavab tapmaq olur. Belə, bu birinci dərs. Tamam mı? Həm 9'lar, həm 11'lər üçün eyni idi. Onca ikisi bir arada oldu. Readingdə görüşərik, hələlik.